Rahat görünür ekran. Bəli. Bəli. Mhm. Bəli. Aha, başlayaq. İstəyirsiniz Aytən müəllimə, sizlə başlayaq. Şəmal Bəli, müəllim də biraz müəllim. rahat eləmiş olsun bu vaxt ərzində. Aha, oxuyaq. İnkişaf etdirici əşya məkan mühitinin təşkilinə verən tələblərdən biri səhvdir. Hı Tam mühit təhsil, inkişaf, tərbiyə sistemi ulaşdırıcı, mütəşəkkil və kommunikativ funksiyalar yerinə yetirilməlidir. Amma ən əsası o uşağın müstəqilliyi, öz fəaliyyətinin inkişaf etməsini işləməli. Məkanın çevik və dəyişkən istifadəsi tələb olunur. Ətraf mühit uşağın ehtiyac və maraqlarına xidmət etməli. Obyektlərin forması və dizayn təhlükəsizliyə yönəldilməli. Qrup uşağın yaşına uyğun olmalıdır. Dekor elementləri asanlıqla dəyişilə bilən olmalıdır. İnkişaf edici mühit dəyişməsi heç bir şey dəyişməyəm. Y variantı burada müəllimə. hı. Çevik, mobil və dinamik olmalıdır ki, yəni onu Aha. dəyişilə bilən bir əşyalar olsun. Mhm. Deməli, müəllimələr, bir də testləri oxuyanda çalışaq variantları daha səlis oxuyaq və izahını verək. Düzdür, nəyə görə düzdür, səhvdir, nəyə görə səhvdir, bu formada izahını verək. Baxın, gəlin elə burada deyək ki, ətraf mühit deyir, təhsil, inkişaf, tərbiyə, stimullaşdırıcı və mütəşəkkil kommunikativ funksiyaları yerinə yetirməlidir. Düzdür, yəni ətraf mühit uşaqlar üçün bu sadalananların hər birini yerinə yetirməlidir, amma ən əsası uşağın müstəqilliyi və öz fəaliyyətini inkişaf etdirmək üçün işləməlidir. Bax, bu cümləni bir dənə izah eləyin Aytən müəllimə. Amma ən əsası uşağın müstəqilliyi və öz fəaliyyətini inkişaf etdirmək üçün işləməlidir. Yəni ki, burada müəllimə uşaqların inteqrasiya və çevrililik prinsipində yazılmış ki, Hı uşaqlar hı. rahat mühitin içərisində rahat hərəkət edə bilsinlər və öz Aha, fəaliyyətlərini işlədiyi bütün aha. fəaliyyətləri hamısı rahatlıqla icra etsinlər, bir-birinə mane olmadan, Aha. toxunmadan, bir-birini incitmədən və müsbət psixoloji mühitdə öz təlim fəaliyyətini davam etdirsinlər. Yəni bunun Çünki açıqlaması budur müəllimə. bizim məqsədimiz nədir? Ümumiyyətlə cuşələri yaradırıqsa, bu fəaliyyət mərkəzlərinin cuşələri yaradırıqsa, orada istəyirik ki, uşaqlar neynəsinlər? Özləri sərbəst şəkildə öz fəaliyyətlərini özləri seçsinlər ki, hansı fəaliyyətlə məşğul olacaqlar, hansı işlə məşğul olacaqlar. Buna uyğun artıq həmin cuşəyə yaxınlaşsınlar, oradan hər hansısa bir əşyanı götürsünlər və özləri müstəqil şəkildə fəaliyyət göstərə bilsinlər və bir-birinə mane olmadan təbii ki. Müəllimə, bir də Demək, bir ibarədə deyir ki, çevik və dəyişkən istifadəsi tələb olunur. Ümumiyyətlə biz bağçada aha, eynilik uşaqların gözünü yorur, həm də ki, aha, yəni maraqsızlaşdırır da. Onun üçün də biz köşələrdə həm istər o əşyaları dəyişməliyik, onun dekorasiyasını dəyişməliyik, evdə olduğu kimi hətta onları da mebellərini yerini dəyişmək uşaqların üçün yəni müsbət ab-hava verir də. hı Yəni hı, belə deyək, müsbət psixoloji təsir, sosial psixoloji hı hı, təsir eləyir. Şey var, məsələn, obyektlərin forması dizaynı təhlükəsizliyə yönəldilməlidir və qrup uşağın yaşına uyğun olmalıdır. Mənim dəstəkləyici mühiti burada mütləq vacibdir. Uşaqların təhlükəsizliyi vacibdir. Yəni biz adi naqillər olsun, elektrik naqilləri olsun, əşyaların maddi texniki bazalar olsun, yəni onların mebellər olsun, mebellərin yerləşdirilməsi elə düzgün olması uşaqlara hı hı. yəni təhlükəsizliyinə mənfi təsir göstərməsin. Yəni uşağı orada yıxılmasın, Bu, əzilməsin. aha, Hə, düzdür. mütləq lazımdır. Dekor elementi asadan dəyişdirmək. Bu da mənim mobil və dinamikliyin nəzərə Aha. alır. Bu da cavab Yəni Y məsələn variantı. biz Yəni elə bir dekorlardan istifadə etməməliyik ki, məsələn onlar yerinə sabitlənən, heç vaxt dəyişə bilmədiyimiz bir şey olmamalıdır. Asanlıqla biz o dekorların yerini dəyişə bilməliyik. Bəs yuxarıda da dediyimiz kimi təhlükəsizlik olmalıdır. Məsələn ağır əşyaları aşağıdan yığmalıyıq. Şkaflar məsələn quraşdırılırsa, köşələr quraşdırılırsa möhkəm olmalıdır, möhkəmliyi təmin olunmalıdır və dekorlarda asanlıqla yerini dəyişə bilirik. Y variantı da ona görə səhvdir ki, Y variantı mənim o da onun inkarıdır da. Yəni ki, yəni heç vaxt Aha. dəyişdirilə bilməz, amma dəyişdirilməlidir. Əksinə mütləq dəyişkən olmalıdır. Ümumiyyətlə bilirik ki, inkişaf edici mühitdə komponentlər hər zaman, yəni daha doğrusu fəaliyyət mərkəzləri olsun, orada dizayn olsun, hər zaman dəyişilməlidir. İkinci testi oxuyaq. Sosial emosional mühitin yaradılmasına verilən psixoloji pedaqoji tələbləri seçin. Məncə burada sosial emosional mühit deyilsə, burada insanlar arasında, yəni müəllim, uşaq, valideyn, uşaqların əməkdaşlığından söhbət gedir burada. Yəqin ki, mən 3-dür, mən 5-dir. 3-5 mütləq vacibdir. 1 3 5 deməli qoş üçün burada 3 5 çox funksiyonallıq müəllimə o şeydir, əşyalara aiddir. Dəyişkənlik də əşyalara aiddir məncə müəllimə. Əlçatanlıq da əşyaya aiddir, amma o insandan necə aid ola bilər? Sosiallıq mütləq vacibdir, emosionallıq mütləq vacibdir. 3-lə 5 Ümumiyyətlə bu götürürəm. burada sosial emosional mühitin yaradılması deyəndə ümumiyyətlə inkişaf etdirici mühitin, yəni sosial emosional mühitdə onun bir hissəsidir, Hə. komponentidir ki, burada sadəcə ora verilən psixoloji, pedaqoji tələblər var ki, biz nə edirik? Bu Ay sağ pedaqoji olun tələblər müəllimə. hansılardır? Onları seçəcəyik. Bax, buradan fikir verin. Psixoloji və pedaqoji tələblər. Sadəcə psixoloji olaraq emosionallıq, sosiallıq filan düşünməyin. Həm psixoloji, həm pedaqoji tələblər hansılardır? Onları seçin. Deməli, bu hansıdır? Əlçatanlıq. Əlçatanlıq olar Əlçatanlıq müəllimə. Dəyişkənlik mütləq, çox funksiyonallıq, hı hı, çeviklik. və çeviklik. Çeviklik. Deməli 1, 2, deməli 4 və Çevik 6. Burada 6. sosiallıq, psixoloji pedaqoji tələblərin arasında sosiallıq yoxdur, bilirsiniz də, yəni və emosionallıq yoxdur. Orada var əl çatanlıq.
dəyişkənlik, Ha, deməli çox funksionallıq və çeviklik ki, yəni mühit ha. uşaq üçün, yaratdığımız mühit uşaq Sosial üçün. emosional mühit oxudum müəllim. Elə bir o Aha. ağlıma həmin o insanların Hı münasibəti hı. gəldi. Ona görə biraz çaşdım mən. Yox, amma bu sizi çaşdırmasın. Sadəcə olaraq dediyim kimi nəzərə alın ki, burada psixoloji, pedaqoji tələbləri seçin deyir. Burada da psixoloji, pedaqoji tələblər, bax bu da hər zaman yadınızda saxlayın. Əlçatanlıq, dəyişkənlik, çox funksiyonallıq və çeviklik. Yəni mühit əlçatan olmalıdır. Bayaq da demişdik, bax bundan danışmışdıq. Dəyişkən olmalıdır ki, hər zaman dəyişməli, eyni qalmamalıdır, stabil qalmamalıdır. Çox funksionallıq olmalıdır ki, yəni mühitdə istifadə etdiyimiz əşyalar olsun, oradakı oyuncaqlar olsun, çox funksional olmalıdır. Yəni hər tərəfli olmalıdır və çeviklik olmalıdır ki, dəyişən tələblərə uyğun, fərdi ehtiyaclara uyğun anında dəyişə bilək bunu. Məktəbə qədər müəssisədə aha bunu oxuyaq. Məktəbəqədər müəssisədə öyrədici mühit anlayışının əsas məqsədi hansı bənddə daha dəqiq ifadə olunub? Öyrədici mühit anlayışının əsas məqsədi hansı bənddə daha dəqiq ifadə olunub? Uşaqların yalnız akademik biliklərə yiyələnməsini təmin etmək. Xeyr, mən burada uşaqlara tam Aha, akademik deyil, yəni ki, hər tərəfli biliklərin verilməsi mütləq aha. lazım. Həm praktik bilik də lazımdır. Hı hı. Nəzər deyil, həm də praktik də verilməlidir əsas. Müəllimin fəaliyyətini asanlaşdırmaq üçün resursları qruplaşdırmaq. Bu qalsın. Uşağın müstəqil seçim etməsini, kəşf etməsini, yaradıcılığa imkan yaradan şərait qurmaq, qrup otağının vizual görünüşünü müasir standartlara uyğunlaşdırmaq. Hə, bu maraqlı sualdır. Deməli, Hı öyrədici hı. mühit anlayışının əsas məqsədi nədir? Daha dəqiq ifadə olunur. Məncə C variantı olar. Çünki Aha. uşağın müstəqil daha geniş o verir. Yəni o birislərdə yaxın gəldi, amma ən çox yaxın gələn mənə C Aha. variantı olur ki, yəni onlar seçim etməsinə, yazılığına imkan verməsinə bu daha yaxın gəldi. Hı. Qrup otağının vizual görünüşünü müasir uyğunlaşdırmaq bu düzgün cavabdır, amma ən çox yaxın C gəldi mənə. Yəni əsas məqsəd o deyil, düzdür? Yəni burada Hə, görün nə soruşur? Əsas məqsəd hansı bənddə daha dəqiq ifadə olunub? Bax hə, məsələn, əsas məqsədimiz nədir? Biz öyrədici mühit anlayışının, öyrədici mühit deyirsə burada uşaqların müstəqil seçim etməsinə, kəşf etməsinə və yaradıcılığına imkan yaratmaqdır. Yəni uşaqlara deyil akademik biliklər vermək. Yəni bu əsla düzgün variant deyil. Müəllimin fəaliyyətini asanlaşdırmaq üçün resursları qruplaşdırmaq yox. Biz resursları qruplaşdırırıqsa belə, bunu müəllim üçün etmirik. Kim üçün edirik? Uşaq üçün o edirik, təbii ki, düzdür? uşaqlar üçün edir Uşaq bəli. üçün edirik. Bu ümumiyyətlə Qəbul yanlış sualı variantdır. bu da. Çünki qəbul sualı da Aha. ən Aha. bizə Mən vacib olan. ümumiyyətlə testləri, yəni mən ilk dərslərdə çox vaxt çalışırdım biraz daha asan tipli testlər salmaq üçün, çünki az mövzular keçirdik. İndi hal-hazırdakı testlərə istəyirəm ki, daha qəbula yaxın eləyim ki, yəni orada artıq düşünməyə vadar eləsin də. Məsələn, burada, yəni bir mənalı olaraq əsas məqsədimiz nədir? Uşağın müstəqil seçim etməsinə, kəşf etməsinə və yaradıcılığına imkan yaran şərait Uşaqların qurmaq. müstəqil. Düzdür, bax məsələn D variantı da düzdür. Əslində götürəndə bir Y variantını da hardasa düzgün götürə bilər ki, valideynlərin də məmnunluğunu nəzərə almalıyıq, əməkdaşlığa cəlb etməliyik. Yəni amma yenə də valideynlər deyil bizim üçün ön planda olan, müəllim deyil Təbii ki, bizim üçün uşaqlar. ön planda olan, düzdür. Sadəcə Bəli. otağın vizual görüntüsü ola bilməz. Ön planda uşaqlar və uşaqların ehtiyacları nəzərə alınır burada. Mhm. Ha. Dördü də oxuyaq, sonra o biri müəllim oxuyar. Hə, inkişaf edici mühitin çeviklik və transformasiya dəyişkənlik prinsipi dedikcə nəzərdə tutulur. Mebelin döşəməyə bərk edilməsi, xeyr, çünki orada dəyişdirilməsi əl çətin Mhm. olar. Otaqçı avadanlıqların uşağın ehtiyacı və təlim məqsədinə uyğun olaraq yeni dəyişdirilə bilməsi, hər il yeni avadanlıqların alınması, divarın müxtəlif rənglərə boyanması, müəllimin iştirakı. Yəni burada B variantdır. Çünki otaqçı Mhm. avadanlıqların uşağın ehtiyacı və təlim məqsədinə uyğun yeni dəyişdirilmə bilməsi vacibdir. Hər il avadanlıq onsuz alınmır. Tamam. Divarların müxtəlif rənglərə boyanması, uşaqlar üçün maneçilik olar sadəcə ola bilər. Müəllimin də iştirakını dəyişdirməsi qeyri-mümkündür. B variantı müəllimə. Mhm. Deməli, düzgün cavab çeviklik və transformasiya, ümumiyyətlə dəyişkənlik deyiriksə, burada otaqdakı avadanlıqların uşağın ehtiyacına və təlim məqsədinə uyğun olaraq yerinin dəyişdirilə bilməsi nəzərdə tutulur. Yəni çeviklik deyəndə bunu ağlımızda saxlayacağıq. Bəli Kəmalə müəllimə. müəllimə, 5-ci sualı siz davam edin. Yaxşı. Çox sağ olun Aytən müəllim. Siz sağ olun. Mhm. Kəmalə müəllimə. Sujetli rolda oyunlar göstərisinin uşağın sosiallaşdırmasında əsas funksiyası hansıdır? Mhm. Uşağın fiziki gücünü artırmaq, yox bu aid deyil. Mhm. Böyüklərin həyat fəaliyyətini və sosial münasibətlərini modelləşdirərək mənimsəmək, bu qalsın. Mhm. Yalnız nitq qüsurlarını aradan qaldırmaq, bu da yox, bu da lokapedin işidir. Mhm. Uşaqları sessiz və fərdi işə alışdırmaq, bu da yox, bu da deyil. Qrup otağında boş sahəni doldurmaq, elə bir variantıdır. Mhm. Böyüklərin həyat fəaliyyətini və sosial münasibətlərini modelləşdirərək mənimsəmək. Mhm. Yəni sujetli rol oyunlar köşəsində nələr saxlanılır? Uşaqlar real həyatdakı hadisələri canlandırmaq üçün lazım olan kostyumlar, alətlər orada Mhm. saxlanılır. Mhm. Məsələn, Məsələn, həkim rolunu canlandırmaq istəyirlərsə, həkim xalatı, Mhm. folqoskop, uşaqlar üçün şpris, pambıq, dərman Mhm. ləvazimatları belə Mhm. saxlanılır.
Hansı ki süjetli rollu oyunlarda biz neyinirdik? Həkimi canlandıra bilərdik, xəstəxana rolu, müəllim rolu, poçtalyon fərqi yoxdur. O canlandırdığımız rollara uyğun bütün atributlar, kostyumlar, maskalar, alətlər hamısı saxlanılır süjetli rollu oyunlar cöşəsində. Ki orada məsələn həkim iynəsi ola bilər, təzyiq ölçən aparat ola bilər və yaxud da poçtalyonun çantası ola bilər, papağı ola bilər, fərqi yoxdur. Hansı ki süjetli rollu oyunlarda nəyi canlandırırdıqsa, onların atributları saxlanılır süjetli rollu oyunlar cöşəsində. Aha, altını oxuyaq. Verilənlər hansı fəaliyyət mərkəzinə aiddir? Uşaqlar barmaq boyaları ilə kağız üzərində forma və fiqurlar çəkirlər. Hı hı. Uşaqlar kağızlardan kesib yapışdıraraq kolaj düzəldirlər. Uşaqlar müxtəlif materiallardan istifadə edərək estetik kompozisiya yarada Yaratırlar. Aha. yaradırlar. Hı hı. Uşaqlar barmaq boyaları ilə kağız üzərində forma fiqurlar edirlər. Bu təsviri fəaliyyət güşəsinə aid ola bilər. Hı hı. Deməli burada hər üç fikir hansı ki barmaq boyaları ilə fiqurlar çəkirlər, rəngli kağızlardan kəsib yapışdırma edirlər, aplikasiyadır bu. Müxtəlif materiallardan istifadə edərək estetik kompozisiyalar yaradırlar. Deməli bunların hamısı aiddir hansı cüşəyə? Fəaliyyət güşəsinə, o da Təsvir. müsbət emosional emosiya yaratmağına səbəb olur uşaqlarda. Hı hı. Başqa nələr saxlanılır? Təsviri fəaliyyət güşəsi deyəndə gözünüzün qabağına hansı əşyalar gəlir? Hansı materiallar gəlir? Rəngli karandaşlar, albom, üçün Fırçalar, qalamlar. plastilinlər, sonra gil, özü gili də lazım olur. Fırça, Hı hı. sonra qayçılar, uşaqlar üçün Hı hı. nəzərdə tutulmuş qayçılar, rəngli kağızlar, kartonlar, bax bunlar hamısı olur təsviri fəaliyyət Hı hı. köşəsi. Təsviri fəaliyyət cüşəsinin uşaqlara faydası nədir? Uşaqlarda müsbət emosiyaya səbəb olur. Hı hı. Uşaqlarda yaradıcılıq bacarığını inkişaf, Aha. təxəyyülü, estetik inkişaf sahəsini Hı hı. formalaşdırır uşaqlarda, kiçik motorika bacarıqlarını formalaşdırır. Yəni kiçik əzələləri, barmaq əzələlərini inkişaf edir. Bu da ki, gələcəkdə məktəbə hazırlıq üçün əsas vasitədir. Rəngləri seçməyi, rəngləri qarışdıraraq eksperiment aparmağı uşaqlarda öyrədir. Hı hı. Alətlərdən, materiallardan təyinatına görə istifadə etməyi öyrədir uşaqlara. Hı hı. Rəng Deməli, almaq. bədii zövqü, yaradıcılığı, təxəyyülü uşaqlarda formalaşdırır təsviri fəaliyyət güşəsi. Gəlin 7-ci testə baxaq. Aha. Uşaq görünümlü inkişaf etdirici mühitdə materialların seçilməsi ilə bağlı verilmiş fikirlərdən hansı pedaqoji baxımdan daha doğrudur? Hı hı. Material yalnız müəllimin icazəsi ilə şkaflardan götürülməlidir. Xeyr, bu Hı yanlış. hı. Nəyə görə Mat- yanlışdır bu fikir? Gəlin bunu bir dənə açıqlayaq. Necə olmalıdır bəs doğrusu? Materiallar uşaqların güc səviyyəsinə uyğun Hı hı. əlçatmazdır. Uşaqlar istədikləri asudə vaxtlarda, daha doğrusu məşğələ vaxtında yox, Aha. asudə vaxtlarda istədiyi oyuncağı, istədiyi materialı götürüb ondan Aha. kollektiv formada, azad zonada istərsə də təklik fərdi formada, Hı hı. yəni köşəsində, xalçanın üstündə, stolun, masanın üzərində məşğul ola bilərlər. Yəni, müəllimin icazəsi ilə düzgün fikirdir, çünki cüşə əlçatan olmalıdır və uşaqların öz müstəqil öz fəaliyyətini dəstəkləməlidir. Aha, B-yə baxaq. Materiallar uşaqların yaşına uyğun olmalı, lakin onların potensial imkanlarını yaxın inkişaf zonası biraz istəyən çətinlikdə, Baxın, üstələyən çətinlikdə. biraz istənilən çətinlikdə olmalıdır. Bu yenə qalsın. Hı hı. Qrupda hazır plastik oyuncaqlardan istifadə edilməlidir. Bu yanlış Hı fikirdir. hı. Bütün uşaqlar eyni vaxtda eyni materiallarla işləməyə məcbur edilməlidir. Bu da tamamilə yanlış Hı fikirdir. hı. Uşaqlara müstəqillik veririk, onlar seçimi də öz öhdələrinə buraxırıq. Hı hı. Material sadəcə bəzək xarakterli olmalı və toxunulmaz qalmalıdır. Bu da yox, uşaqlar üçün biz fəaliyyət güşələrini hazırlayırıq, uşaqlar istifadə edə bilsinlər. Hı hı. Material uşaqların düzdür, yaşına uyğun olmalıdır. Hı hı. Lakin onların potensial imkanlarını yaxın inkişaf zonasına biraz üstələyən çətinlikdə olmalıdır. Yəni yaxın Hı inkişaf hı. zonası Vygotskyinin bu yaxın inkişaf zonası Aha. zonaya çatmaq üçün, Aha. yəni yiyələnmək üçün lazımdır. Yəni bu da biraz çətin olmalıdır ki, uşaqlar istifadə Aha. edə öyrənsinlər. Öyrənsinlər, düzdür. Yəni sadəcə mən təsəvvür edirəm uşaqların elə bildikləri bir şeyi, materialları yerləşdirdim. Uşaqlar yəni onu onsuz da bilirlər. Bu uşaqları inkişaf etdirməyəcək, düzdür? Çalışmalıyıq ki, biraz daha
çətin olsun ki, az bir şey görürsünüz. Burada da vurğulayır. Bir az üstələyən demir, çox çətin. Bir az üstələyən çətinlikdə olsunlar ki, onlara baxın, yaxın inkişaf zonasında dedik ki, öyrəndiyi mühitdə, öyrəndiyi zonada, hansı ki, aktual zonaya çatmaq üçün yaxın inkişaf zonasından keçməlidir uşaqlar. Bax, o keçdiyi zonada da bir az çətinlik səviyyəsi üstün olmalıdır ki, materialların o uşaqları inkişaf etdirsin. Bir də saniyə. Keçək 8-ci testi də oxuyaq. Hı Mühit -hı. mobil və dinamik olmalıdır. Tərbiyəçi müəllim yaxın inkişaf zonası uşağın yaşı, fərdi xüsusiyyətləri, ehtiyacları və istek və qabiliyyətlərini nəzərə almalıdır. Uşağa müxtəlif fəaliyyət növlərində fəal iştirak etmək üçün hər cür material təklif edilməlidir. Verilən fikir aşağıdakılardan hansına aiddir? İnformasiya funksiyası yox. İnformasiya funksiyasında Aha. dedi ki, hər bir əşya informasiya Aha. ötürücüsüdür, müəyyən məlumatları daşıyır. Məsələn, kitab informasiya mənbəyidirsə, tərbiyəçi müəllim onu oxuyur, o olur informasiya ötürücüsü və yaxud da daşıyıcısı. Uşaqlara öyrədirsə, uşaqlar da bunu qəbul etdiyi üçün informasiya qəbul edici sayılır belə. Düzdür. Deməli, informasiya funksiyası deyil. Burada dediyi mühit mobil və dinamik olmalıdır. Yəni, buradakı fikirlər informasiya funksiyasına aid deyil. Psixoloji sağlamlığın qorunması funksiyası. Psixoloji sağlamlığın qorunması funksiyasında da mühit təhlükəsiz olmalıdır, dəstəkləyici olmalıdır. Avadanlıqları elə yerləşdirmək lazımdır ki, uşaqlar onlardan rahat istifadə edə bilsinlər. Hı -hı. Tərbiyəvi Tər funksiya. Tərbiyəvi funksiyada əməkdaşlıqdır bu. Əməkdaşlıq əsas götürür. İnkişaf funksiyası sadədən mürəkkəbə doğru, çətindən asandan çətinə doğru bu prinsipi ilə nəzərdə tutulur. Yəni yaxın inkişaf zonasına aktual zonaya kimi ə, yox, çaşdım. O inkişaf zonu, hə, inkişaf funksiyasındadır. Hə, düzdür. Təşkilati funksiya hansı idi? Onu qarışdırdım. Hə, mühit mobil və dinamik Hı -hı. olmalıdır. Elə bu təşkilati funksiyanın özünə aiddir. Hı -hı. Deməli, təşkilati funksiyanın xüsusiyyətləri odur ki, uşağın yaşı, fərdi xüsusiyyətləri, ehtiyacları və istək qabiliyyətlərini nəzərə almalıyıq və buna uyğun mühiti mobil və dinamik etməliyik, düzdür? Yəni, dəyişkən olmalıdır. Eyni zamanda uşağa müxtəlif fəaliyyət növlərində fəal iştirak etmək üçün hər cür material təklif edilməlidir. Yəni, biz mühiti elə təşkil etməliyik ki, orada uşağın fəal iştirakı üçün, müstəqil iştirakı üçün hər cür materialı yerləşdirməliyik. Bunun özü də elə təşkilati funksiyaya aiddir ki, yəni biz mühiti təşkil edirik düzgün şəkildə. Deməli, düzgün cavab oldu. Y İnkişaf. variantı. Bəli. Təşkilati funksiya. Yaxşı, istəyirsiniz bunu daha Fərdə müəllimə oxusun 9-cu testi. 8-də müəllim hansı variant oldu? Təşkilati funksiya, yəni mobil və dinamik olmalıdır mühit. Bircə saniyə. Mən inkişaf funksiya bilirdim. Yox, axı burada baxın, materiallarla təmin olunmaq deyir. Uşaqların bax yaşı, fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Ora materiallarla təmin olunmalıdır. Yəni mobil və dinamik olmalıdır mühit. Bunun hamısı təşkilati funksiyaya aiddir, yəni mühitin təşkil olunmasına. Hı -hı. 9-a baxaq. 9. Verilən şəkillə bağlı fikir yanlışdır. Hansı fikir A yanlışdır? variantı. O da yadımdan çıxıb Aha, sözü. Aha. hansı fikir yanlışdır? Hı -hı. A variantı İlk təbiət öncə haqqında. deyək ki, bax bu cuşə, gördüyünüz şəkildəki cuşə nə cuşəsidir? Təbiət. Aha. Təbiət quşu. Təbiət cuşəsi. Baxın, burada müxtəlif bitkilər var. Yuxarıda görürsüz, məsələn, qurbağalarla bağlı, onların inkişafı ilə bağlı quşlar var, quşların şəkilləri var, həyatla bağlı yarpaq var, kəpənək var, ağac var. Yəni bunların hamısını görürüksə biz, söhbət hansı cuşədən gedir? Təbiət guşəsindən gedir. İndi gəlin, təbiət guşəsi ilə bağlı, baxın, burada fikirlər var ki, görək hansı fikir təbiət guşəsinə aid deyil və yaxud da yanlış fikirdir. A variantı təbiət haqqında uşaqların bilikləri dərk etməsinə genişlənir. Dərk etməsin. Onun dərk etməsi genişlənir, onun maraq və yenisini öyrənməyə həvəs yaranır. Zəka, məntiqi təfəkkür, diqqət və müşahidə inkişaf edir. Bu düzgün variantdır. Təbiət guşəsi vasitəsilə bu xüsusiyyətlər formalaşarmı uşaqlar? Əlbəttə ki, Bəli. diqqət, müşahidə, uşaqların bilikləri genişlənir, maraq, qabiliyyətlər formalaşır. Aha. Təfəkkürü genişlənir, inkişaf edir. B variantı. B variantı. Təbiətə sevgi və estetik zövq formalaşır, yaradıcı təxəyyül inkişaf edir. Yox burada. Niyə? Təbiətə sevgi deyir, estetik zövq deyir, formalaşır, yaradıcı təxəyyül inkişaf edir. Müəllimə, bu da doğru. Bu da düz Bu da deyil. əlbəttə hər bir Təbiətə Aha. mənəvi münasibət, qayğı-keş münasibət, canlılara qayğı, əməyə hörmət, səmərlik hissi və təbiətə məhəbbət və müsbət emosional keyfiyyət formalaşır. Bu da düz deyil. Aha, düzdür.
Gülşənin sakinləri üçün qulluq üzrə əmək vərdişləri, əməksevərlik və tapşırıqları ilə Tapşırılan işə görə. tapşır, tapşırılan işə görə məsuliyyət və təşəbbüskarlıq kimi keyfiyyətlərin əldə edilməsi. Bu da düzdür də. Güşənin sakinləri də deyəndə ola bilər ki, təbiət köşəsində hər hansısa bir Bəli, heyvanlar ola bilər və yaxud da dipçək bəli. gülləri ola bilər, fərqi yoxdur da hər hansısa bir əşyalar Hı -hı. və onların məsələn heyvanların bəslənilməsi zamanı olsun və yaxud dipçək güllərinə qulluq vasitəsilə artıq nə olur? Əməyə hörmət, sonra vətənpərvərlik hissi, təbiətə Vətənpərvərlik hissi, məhəbbət, təbiətə məhəbbət. müsbət emosional keyfiyyətlər formalaşır Formalaşır. uşaqlarda daha doğrusu bu bir Deyə tərəfdən. də düzdür. Obyektlər və onların xüsusiyyətləri araşdırılır və eksperimentlər aparılır. Bu səhvdir. Bəs bu fikir hansı Bu köşəyə aiddir? Elm Gülşəsinə Elm, müəllimə. Aha. elm. Elm köşəsinə baxın, obyektlər və onların xüsusiyyətləri araşdırılır, yəni tədqiqatlar aparılır, eksperimentlər aparılır. Eksperimentlər deyəndə ümumiyyətlə ağlımıza ilk öncəsi gələcək elm köşəsi. Bir də biz məsələn hansı köşə, elm köşəsini hansı köşə ilə inteqrasiya edə bilirdik, birləşdirə bilirdik? Elə təbiət köşəsi ilə, Təbiət düzdür? köşəsində. Təbiət köşəsinə ki, yəni təbiət köşəsində biz elmi tədqiqatlar, eksperimentlər apara bilərik. Ona görə də elm köşəsini təbiət köşəsinə inteqrasiya edə bilərik. Onu oxuyaq 10-cu testi. Dinamik mühit, çevik mühit anlayışının mahiyyəti nədən ibarətdir? Aha, dinamik mühit, A yəni variantı. dinamik mühit Çevik deyəndə mühit. çevik mühit nəzərdə tutulur. Yəni çevik də nə Hə, deməkdir? Yəni dəyişməyə, hansı ki, hazır olan mühit, dəyişə biləcəyimiz mühit, çevik şəkildə dəyişiklik etdiyimiz hı mühit. -hı, Aha, bəli. A variantı mebellərin hər gün yerini dəyişdirilməsi, hər günə. Hə. B variantı mühitin uşaqların maraqlarına, layihələrinə və cari ehtiyaclarına uyğun olaraq transformasiya edilə bilməsi, otağın müxtəlif rəngli işıqlarla bəzədilməsi. D variantı uşaqların otaqda sürətlə qaçması üçün geniş sahənin saxlanılması. E variantı passiv dinləmə bacarığının formalaşdırılması. baxın birinci varianta Uşaq baxaq. Bizdən nə soruşur? Dinamik mühit anlayışının mahiyyəti nədən ibarətdir? A variantında deyir ki, mebellərin hər gün yerinin hər gün dəyişdirilməsi. dəyişdirmək olmaz axı hər Yox, gün. yəni tamamilə yanlış fikirdir. Düşünün ki, yəni hər Bəli. gün gəlirik otaqdakı mebellərin, Aha, yatağın, stolun, şkafın yerini dəyişdiririk. Nə hə, dərəcədə hə. düzgün bir fikirdir? Düz deyil bu. Deyil. B Mühit variantına uşaqların deyir, maraqlarına görə. layihələrinə və Uşaq cari ehtiyaclarına uyğun olaraq transformasiya edilə bilən. Transformasiya nədir? Dəyişilə bilən, yəni dəyişilə dəyişdirə bilən. bilməliyik, düzdür? Edilə bilməsə. Deməli, B variantını saxlayırıq yadımızda. Otağın müxtəlif işıqlarla bəzədilməsi. Sizcə bu mühitin dəyişkənliyinə aiddir, otağın müxtəlif işıqlarla bəzədilməsi? Yox, Yox, burada deyil. axı dəyişkənlikdən söhbət getmir. Sadəcə Hə, otağın müxtəlif işıqlarının yanlış fikirdirmi desək, otağın rəngli işıqlarla bəzədilməsi deyil. Eləyə bilərik hardasa maraqlı etmək üçün, məsələn, kitab köşəsində bir yeri, hansısa bir yeri, amma dinamik mühit, çevik mühit anlayışına aid deyil bu. aid deyil. Aha, Müəllimə renkli işıqlar Uşaqların olmasa otaq. uşaqların gözünə ziyan olar. Renkli aha, işıqlar var burada. aha, Elə belə işıqlar olar da ancaq renkli işıqlar aha. olur kitab köşəsində. Aha, hə, kitab köşəsində çox üzrlü sayın. Deməli, yəni düzdür, işıqlarla bəzəyə bilirik, amma rəngli işıqlarla, burada diqqətimdən qaçdı, rəngli işıqlarla bəzəmirik. D variantı. Hı -hı. Uşaqların otaqda sürətlə qaçması üçün geniş sahələrin saxlanılması da səhv ola bilər də. Nəyə görə Burada səhvdir? bir Yəni, ümumiyyətlə otaqda sürətlə qaçmaq sürətlə sözü qaçmaq olmaz da. yanlış fikirdir. Yəni. Yanlışdır. Və bax biz qayda da qoyanda nə edirdik uşaqlara otağın içində asta yeriyin, asta Asta gəzin. yerimək lazımdır. Çünki yəni otaqda sürətlə qaçmaq, yəni ehtiyac deyil bu. Yəni ehtiyac deyil, yəni olmaz, təhlükəsizlik baxımından düzgün deyil. Və Y variantında Passiv deyir, dinləmə bacarığı da ki, olmaz. passiv dinləmə bacarığı Passiv deyəndə nədir dinləmə olmaz. ümumiyyətlə bu? Passiv dinləmə. Passiv dinləmə yəni Yəni passiv dinləmə odur ki, uşaq yəni fəal şəkildə dərslərdə iştirak etmir, müzakirələrdə, sual-cavablarda iştirak etmir, hər hansısa fəaliyyətlərdə iştirak etmir. Sadəcə olaraq dinləyici kimi, yəni oturub dinləyir, passiv şəkildə dinləyici sadəcə kimi. dinləyir. Yəni bizim indi dinamik mühitin, çevik mühitin şərti bu ola bilərmi uşaqlarda passiv dinləmə Xeyr. bacarığı formalaşdırsın? B Xeyr. variantı. Deməli, cavabımız nədir? Mühitin uşaqların maraqlarına, layihələrinə və cari ehtiyaclarına uyğun olaraq transformasiya Transformasiya edilə bilməsi. edilməsi. Yəni onların marağına uyğun layihə, yəni hansı layihələr hazırlayacaqsan və yaxud da ehtiyaclarına uyğun mühiti hər zaman biz elə etməliyik ki, dəyişilə bilsin, dəyişilə bilən olmalıdır. Baxaq Bəli. 11-ə. Şəkildəki gülüşü ilə bağlı yanlış fikir müəyyən edin. Burada Hı -hı. Səs gəlmir müəllimə. burada yamanmı? Hı -hı.
Bütün məktəbəqədər uşaqların nağıllara xüsusi daimi və üstün marağı nəzərə alınaraq 200 nağıl əsəri kitab köşəsinə mütləq yerləşdirilir. Səhv variant soruşur burada. Bu Bu düzdür. doğrudur. Hə, bu doğrudur. Kitab köşəsində uşağın şəxsiyyətinin inkişafına yönəldilmiş, yaşadığı ölkənin tarixi və onun bugünkü həyatı ilə tanış edilən şeir və hekayələr daim olmalıdır. Bu da Burada daim olmalıdır sözü. doğrudur, doğrudur. Bu da. Doğrudur. D variantı. Həmçinin təbiət həyatı, heyvanlar və bitkilər haqqında 200 kitab olmalıdır. Təbiət haqqında kitabların illüstrasiyaları nəzərdən keçirərkən uşaq təbii olaraq təbiət dünyasına daxil olur və onun şeir nümunələrini daha yaxşı bilir. Bu da Bu da doğrudur. düz olardı. Təbiət rəfində hal-hazırda uşaqların məşğələlərdə tanış olduqları əsərlərin nəşri olmalıdır. Daha doğrusu. Evet. Hal-hazırda məşğələlərdə tanış olduqları əsərlərin nəşri olmalı. Yəni Nəşri olmalıdır. Evet. məşğələlərdə istifadə etdiyimiz kitablar olmalıdırmı kitab köşəsində? Bu yanlış deməli. Niyə? Mənim o tərbiyəçinin aiddir da, yəni o kitablar. Yox, kitab rəfində biz Olmalıdır. saxlaya bilərik. Çünki elə bir kitablar ola bilər ki, məsələn, müntəxəbatlar ola bilər və yaxud da şəkilli kitablar, nağıl kitablar ola bilər ki, məşğələlərdə istifadə edirik o kitabları və onları saxlaya Rəfdə bilərik. saxlaya bilərik. Kitab köşəsində saxlaya bilərik. Uşaqların E variantı, uşaqların humoristik kitablardakı məzəli şəkillərə baxması, onların məşğələyə və təlimə olan marağına mənfi təsir göstərir. Bu səhvdir. Nəyə Mənfi görə? təsir göstərməzlər, müsbət təsir göstərir bence. Əksinə uşaqlar humoristik kitabları, məzəli şəkilləri olan kitabları da çox sevirlər və onlarla Bəli. əylənirlər. Ona görə də onları kitab Mənfi yox, köşəsində müsbət təsir göstərirlər uşaqlar. saxlaya bilərik. Əslində deməli yanlış cavab hansı oldu? E variantı. E variantı. E variantı. Yəni buradan belə nəticəyə gəldik ki, kitab köşəsində necə kitablar saxlanılır? Nağıllar kitabları saxlanılır ki, 2-3 nağıl kitabı saxlamalıyıq. Uşaqların şəxsiyyətinin inkişafına yönəldilmiş, ölkənin tarixi ilə bağlı, bugünkü həyatı ilə bağlı şeir kitabları, hekayə kitabları saxlaya bilərik burada. Yəni bu o demək deyil, uşaqlar məsələn şeiri, hekayəni oxuya biləcəklər. Xeyr. Sadəcə olaraq tərbiyəçi o kitabları orada saxlayırıq və biz onları istifadə edirik. Biz uşaqlar üçün şeir oxuyuruq, nağıl oxuyuruq, öyrədirik. Təbiətə aid, heyvanlara aid 2-3 kitab olmalıdır. Orada kitab rəfində, yəni uşaqların məşğələlərdə tanış olduqları əsərlərin nəşri olmalıdır ki, məsələn orada nağıl oxuyuruq, məşğələlərdə şeir oxuyuruq və yaxud da hər hansısa bir şeylər. Səs hardan gəlməlidir? Hə, yəni o kitablarda biz saxlayırıq kitab rəfində və biz kitab rəfində mütləq humoristik kitablar da saxlamalıyıq. Bəli. Çünki uşaqların əksinə gülməli, məzəli, humoristik kitablara da marağı olur. Yaxşı, çox sağ olun. Davam eləyək Arzu müəllimə sizlə. Axşamınız xeyir müəllimə, necəsiz? Xeyir olsun. Sağ olun. 13-cü sual. 12-ni oxuyuruq. 12, hə. Xarici inkişaf etdirici mühitdə həyatyanı sahə riskin idarə olunması ilə təhlükəsizlik arasındakı balans necə qurulmalıdır? Hı -hı. A variantı, uşağın yıxılma ehtimalı olan bütün hündürlüklər tamamilə ləğv verilməlidir. Müəllim bütün oyun prosesini addım-addım idarə etməlidir. Uşaqlara öz fiziki imkanları sınamağa imkan verən, idarə olunan risklər, məsələn, dırmanma, balans saxlama təklif edilməlidir. Səhvdir bu. Həyat yalnız düz, hamar, səthdən və yumşaq ötükdən ibarət olmalıdır. Müəllimə bu bəndi müəllimə. E variantı da var. E variantını oxumadınız. E variantı. Oxuyaq E variantında. Xarici mühitdə oyun materialları daxili mühitdəki ilə eyni standartda olmalıdır. Eyni standartda olmalıdır. Müəllimə D variantıdır. Nəyə görə? Çünki Testə bir dənə baxın, yox, Arzu müəllimə, riskin idarə edilməsi. Biz deməli uşaqlarla risk almalıyıq mütləq. Məsələn, biz uşaqlara bircə saniyə üzr istəyirəm. Əgər uşaqları necə deyim, əyləndirmək istəyiriksə, onların necə deyim, inkişaf etməsini istəyiriksə, biz onlarla risk də almalıyıq. Və deyir, risk almaq üçün riskin idarə olunması ilə təhlükəsizlik arasındakı balansı necə qorumalıyıq? Həm uşaqlarla risk almalıyıq, həm də onların təhlükəsizliyini qorumalıyıq. Deyirik ki, həyatyanı sahə yalnız düz səthdən, yumşaq örtükdən ibarət olmalıdır. Bu mümkün deyil ümumiyyətlə. Belə bir şey olsa, həm heç uşaqlar orada maraqsız olar. Həyatyanı sahədə hündür yerlər də ola bilər, otlar da ola bilər, orada daşların olduğu yerdə olacaq, qumun olduğu yerdə olacaq, betonun olduğu yerdə olacaq. Yəni bu mümkün deyil ki, biz həyatyanı sahənin hər tərəfini düz hamar bir səth eləyək və yumşaq səth eləyək. Heç bu zaman hansı risk almaqdan söhbət gedir, düzdür? Yəni o deyirik uşaqlar ağaca budağına dırmanaraq risk alırlar, amma biz o ağacın budağına dırmanırsa, biz onun qarşısını almırıq ki, onun təhlükəsizliyini təmin edirik. Çünki uşaq ona dırmanır, kəşf edir. Bizim orada vəzifəmiz nədir? Onu tez oradan aşağı salmaq deyil. Onun ora dırmanmağına icazə vermək, amma eyni zamanda da onun təhlükəsizliyini təmin etmək. İndi biz bunun arasındakı balansı necə qorumalıyıq? Deyir, uşağın yıxılma ehtimalı olan bütün hündürlüklər tamamilə ləğv edilməlidir. O zaman uşaq necə risk alacaq? Yəni burada hansı riskdən söhbət gedə bilir? Deməli bu səhv variantdır.
B Bəli. variantı Bu da düzəldir. B də Aha. C. C variantında deyir ki, uşaqlar öz fiziki imkanlarını sınamağa imkan verən idarə olunan risklər, məsələn, dırmanma, balans saxlama təklif edilməlidir. B İndi bilin variantı. görüm. C variantı düzgün variantdır. bəli müəllimə. Müəllim bütün oyunu proses Aha. B variantı. Düzgün Addımlatma cavab verilməlidir. ümumiyyətlə müəllim əgər uşaqların risk almağına da icazə verməlidir. Sadəcə idarə Onları olunan risklər izləməlidir. yox. Bax, ola bilər İdarə ki, etməlidir. bizim Addımlatma. idarə olunan risk olmasın. Uşaq neyniyəcək? Yəni uşaq heç potensialına uyğun deyil, amma sevir, başlayır ağaca dırmamağa və yaxud hündür bir yerə çıxmağa. Mən onun deyə bilmərəm ki, sən bura çıxma. Yox, sənə olmaz bura çıxmaq. Düzdür? Yəni çalışmalıyam ki, onun o həvəsini qırmadan, amma təhlükəsizliyini də təmin edeyim. Ona görə biz C variantını düzgün variant kimi götürmürük. Düzgün variantımız B B variantıdır ki, variantı. müəllim bütün oyun prosesini addım-addım idarə Addım-addım idarə etməlidir. etməlidir. Yəni həyətdə hər bir şey müəllimin nəzarəti altında olmalıdır, hər zaman onu idarə etməlidir, nəzarət etməlidir və uşaqlar üçün o balansı qorumalıdır ki, uşaqlar yəni əyləndikləri vaxt onlara məhdudiyyət qoymasın ki, bu olmaz. Əksinə, əylənməyinə icazə versin, amma onların təhlükəsizliyini də qorusun eyni zamanda. Çox Və düşündürücü sual idi. Aha. Deməli, xarici mühitdə deyil, oyun materialları daxili mühitdəki ilə eyni standartda olmalıdır. Bu da yanlış bir Düzdür. cavabdır. Yəni çünki xarici mühitlə daxili mühit eyni standartlara cavab verə bilməz. Çünki xarici mühit ətraf mühitdir, çöldür və onun standartı tamamilə başqadır. Daxili mühitdə isə tamamilə başqadır. 13-ə baxaq. Aha, cədvələ əsasən uyğunluğu müəyyən eləyin. Doğru, yanlışdır. Mən doğrudan Doğrunu götürürük, yanlışdan da yanlışı götürürük. Aha. bağlama məktublarla zərflər, açıqcalar, qəzetlər, jurnallar, teleqramlar, poçtalyon çantası və poçt qutusu, süjetli rollu oyunlar güşəsi. Düzdür müəllimə bu. Deməli, bunların hər biri harda saxlanılır? Bu Süjetli rollu oyunlar köşəsində. Deməli, doğrudan biri götürdük. Amma yenə də 2-yə baxaq. Kiçik stolüstü və iri döşəmə üstü tikinti materialları, Lego stolüstü oyunlar güşəsi. Mən bu səhvdir. Çünki Lego Harda saxlanılır bəs bunlar? bunlar Hansı köşədə saxlanılır? Tiki. oyun güşəsində. Hansı tiki. köşəsi? Tikinti. Tikinti materialları. Çünki burada məsələn baxın, iri stolüstü həm döşəməsi tikinti materialı ilə var. Adı tikinti materialıdır. Legolar var, bunlar da saxlanılır. Stolüstü yox, tikinti material köşəsində. Stolüstü oyunlar köşəsində nələr saxlanılırdı bəs? Domino, şahmat, Puzzle'lar, dominolar, logo. Legolar yox, Legolar quraşdırmadır ya. Onları stolüstü idraki oyun kimi götürmürük biz. Puzzle ola bilər, domino, kartlar, bunlar Mozaik, saxlanılır. Şahmat, dama oyunu, Bunlar konsumator oyunlar. dost oyunlar. Aha. Yanlışdan. Nağıllar, hekayələr, povest, şeirlər, yanıltmacalar, tapmacalar və saymacalar kitab güşəsi. Bu düzdür müəllimə. Aha, düz olduğuna görə yanlışın Bu altına yanlış. götürmürük. Götürmürük. Düymələrin müxtəlif növləri, saplar, muncuqlar, lentlər, küyeva, Qarmaqlar. qarmaqlar, yapışqan, təsviri fəaliyyət güşəsi. Bu yanlışdır müəllimə. Yaxşı, bəs bunlar hansı köşənin materiallarıdır? Bu düymələr müxtəlif növ, saplar, muncuqlar, bunlar kiçik motorikaya aiddir da. Bunlar Onlardan Eləmək. gəldirlər. Eləmək. Əl əməyi köşəsi düzdür. Ki, uşaqlar düymələrlə, saplarla, muncuqları saplara keçirərək hər hansısa bir, necə deyim, qolbaqlar, seplər hazırlayırlar, hansısa bir qarmaqlarla, yapışdırmalarla. Yəni hər hansısa bir əl əməyi məhsulu hazırlayırlar. Ona görə bunlar saxlanılır əl əməyi köşəsində. Deməli, düzgün cavab olaraq doğrudan biri götürdük, yanlışdansa 3. 4. 4-dür. 4-dür. Çünki 3 doğrudur. Nağıl kitabları, hekayələr, povestlər kitab köşəsində saxlanılır. Yanlışdan biz doğrunu götürə bilmərik. Yanlışdan yanlışı götürməliyik. Bir də əl əməyi köşəsi Arzu müəllimə ən çox hansı qruplarda təşkil olunur? məktəbə hazırlıq qruplarında. Burada belə bir test almışam, bilmirəm müəllimələr üçün rahat olar olmaz. Sadəcə bilirsiniz də testlərimiz nəzəriyyələrlə inteqrasiya olunur deyə belə bir test aldım. Yenə də oxuyaq. Çünki hələ Reggio Emiliyanı keçməmişik deyə. Yenə də Emiliya yanaşmasına görə mühit üçüncü müəllimdir. İfadəsinin daxili mühitdəki ən dərin mənası hansıdır? A variantı, mühit o qədər zəngin olmalıdır ki, müəllimə ehtiyac qalmasın. B variantı, otağın dizaynı uşağın öyrənmə trayektoriyasını, ünsiyyətini və yaradıcılığını müəllim müdaxiləsi olmadan stimullaşdıra bilməlidir. Burada olmadan oxumayın, həmişə olmadan da stimullaşdıra bilməlidir. Yəni bu sözü oxuyun. Birinci gəlin oxuyaq müzakirəyə. Deyir ki, mühit o qədər zəngin olmalıdır ki, müəllimə ehtiyac qalmasın. Ümumiyyətlə bilirsiniz ki, Reggio Emilia yanaşmasına görə Reggio Emiliyanı da deyir ki, mühit uşağın həyatında üçüncü müəllimdir.
Düzdür? Və deyir ki, indi bizdən nə soruşur? Bu ifadənin daxili mühitdəki ən dərin mənası nədir? Ən yaxın məna, ən dərin mənası nədir? Deyir, güya Reggio Emilia'ya görə mühit o qədər zəngin olmalıdır ki, müəllimə ehtiyac qalmasın. Bu fikir doğru olar sizcə? Yanlışdır bu fikir. Yanlış Yanlışdır, fikirdir. bəli. Yəni düzdür, mühit zəngin olmalıdır, amma orada müəllimə ehtiyac qalmasın. Bu yanlış fikirdir. Müəllim hər zaman olmalıdır uşağın həyatında, mühitində. B variantda deyir ki, otağın Uşağın dizaynı, aha, uşağın öyrənmə trayektoriyasını, ünsiyyətini və yaradıcılığını müəllimin müdaxiləsi olmadan da stimullaşdıra bilməlidir. Yox, yenə də müəllim olmadan. gəlin bunu Bu da yanlış. saxlayaq Evet, yadımızda. doğru. C variantını oxuyaq. C variantı divarlarda uşaqların əl işləri deyil, yalnız peşəkar rəssamların işləri asılmalıdır. Bu da yanlış fikirdir. Yanlışdır. Əksinə, Yanlış. yəni uşaqların Uşaqlar əl işlərini nələr asmalıyıq Bəli. divarda. Aha. Məkanın genişliyi uşaqların daha da sürətli qaçmasını təmin etməlidir. Xeyr. Daha da sonra hər bir güşə yalnız Hansı? Baxın, burada nəyə görə deyini götürmürük? Çünki hardan söhbət gedir? Deyir ki, daxili mühitdə. daxili, bəli. Burada heç vaxt genişlikdən söhbət açıla bilməz. Yəni genişlik Çox ola geniş. bilər, düzdür. Sadəcə sürətli qaçmaq Sürət, hə. söhbəti daxili mühitə aid deyil. Həyətyanı Bəli. sahə olsaydı, hə, amma daxili mühitə yox. Aha. E variantı. Y variantı. Hər bir güşə yalnız bir konkret fəaliyyət növü üçün, məsələn, yalnız yazı nəzərdə tutulmalıdır. Yox, mənə bu da səhvdir. Mhm. Hər bir güşə yalnız bir konkret fəaliyyət üçün, məsələn, yalnız yazı. Bizdə yazı olmur axı. Həm yazı olunur, həm də burada sadəcə elə belə analogiyalar göstərir. Amma konkret bir fəaliyyət üçün nəzərdə tutula bilməz. Yəni müxtəlif fəaliyyətlər icra edə bilərlər orada uşaqlar. Məsələn, təsviri fəaliyyət köşəsində sadəcə rəsm yoxdur. Orada uşaq kəsib yapışdırmadır, deyir, yapmadan nəsə hazırlayır, rəsm də çəkə bilər, hər bir şey eləyə bilər orada və yaxud da sujetli rollu oyunlar köşəsində də həmçinin başqa köşələrdə. Yəni konkret bir fəaliyyət növü üçün nəzərdə tutulmur köşə ki, yəni sən bu köşədə ancaq bu fəaliyyəti yerinə yetirəcəksən deyə bir fikir düzgün götürülə bilməz. B variantı dedim. Aha. Otağın dizaynı, uşağın öyrənmə trayektoriyası, ünsiyyətinə və yaradıcılığına müəllimin müdaxiləsi olmadan da stimullaşdıra bilməlidir. Yəni uşaq demir müəllim olmamalıdır. Sadəcə deyir ki, Müdaxiləsi müəllim olmalı. olmadan da uşaq orada öz fəaliyyətini görə bilməlidir, öz fəaliyyətini icra edə bilməlidir müstəqil şəkildə. Yəni çünki burada deyir mühit üçüncü müəllimdir. Yəni uşaq üçün elə üçüncü müəllim rolunu oynamalıdır o mühit. Və müəllim olmadan demir. Baxın, həmişə bayaq dediyim Müdaxiləsi da olmalı. sözünü baxın. Olmadan da, yəni bəzi vaxtlarda müəllim olmadan da orada uşaq fəaliyyət göstərə bilməlidir. 15 oxuyub müəllimə. Aha, oxuyun. Müəllim müşahidə edir ki, rollu oyun cuşəsində uşaqlar artıq bir neçə gündür yalnız eyni evcik oyununu oynayırlar və oyunun ssenarisi inkişaf etmir. Pedaqoji baxımdan uşaqların təfəkkürünü genişləndirmək və bu güşənin effektivliyini artırmaq üçün müəllimin ən doğru müdaxiləsi hansıdır? A variantı, güşəni tamamilə yığışdırıb yerinə kitab güşəsi qurmaq. Uşaqlarla oyunu dayandırıb başqa güşəyə keçmələrini əmr eləmək. Səhvdir. Müəllimə C variantıdır deyəsən. Güşəyə yeni açıq uclu materiallar, məsələn, boş qutular, parça kəsikləri, durbin, biletlər əlavə edərək mövzunu səyahət və teatr istiqamətinə yönəltmək. Sonra uşaqların yanına gedib onlara rol bölgüsü vermək, ssenarini özü yazmaq, digər güşələrdəki bütün oyuncaqları bu güşəyə gətirmək. C variantı da hə müəllimə? Düzdür. Çünki görür ki, oyun inkişaf etmir. Çünki materiallar eynidir. Uşaqlar eyni oyuncaqla oynayırlar. Məcbur artıq nə edəcək? Güşəni tamamilə ləğv eləyib yerinə başqa güşə yarada bilməz. Və yaxud da uşaqlara deyə bilməz ki, burada da oynamayın, keçin başqa bir güşədə oynayın. Yanlış cavabdır. Və yaxud da uşaqların yanına gedib sizin yazdığınız ssenari rol düzgün deyə gəlin mən sizin üçün ssenari yazım deyə bilməz. Və oyuncaqlar, başqa güşədəki oyuncaqları da bura daşıyıb gətirməyin mənası yoxdur. Sujetli rollu oyunu güşəsi. Yenə güşəyə yeni materiallar gətirəcək ki, daha genişləndirəcək, əhatə dairəsini genişləndirəcək. Bu da artıq uşaqlar eyni materialla eyni oyunu qurmayacaqlar. 16-nı da oxuyaq. Aha. Mühitin transformasiyası baxımından Transformasiyası baxımından. Aha. daxili və xarici mühit arasındakı fundamental fərq nədədir? Deməli, daxili mühit statikdir, xarici mühit isə yalnız fəsillərə görə dəyişir. Deməli, daxili mühit uşağın emosional stabilliyi üçün sabit güşələrə əsaslanır, xarici mühit isə uşağın böyük motorika təbii keşi ehtiyacına görə daha dinamik və geniş miqyaslı dəyişikliklərə açıqdır. B variantı da hə müəllimə? Daxili mühit uşağın emosional sabitliyi üçün sabit köşələrə əsaslanır, amma xarici mühit həm böyük motorika qaçmağına imkan yaranır, həm də təbii kəşf ehtiyacı ki, uşaqlar təbiətdə daha, yəni aktiv şəkildə kəşf edirlər, araşdırırlar, tədqiqatlar aparırlar, kəşf edirlər, ehtiyacına görə daha dinamik və geniş miqyaslı dəyişikliklərə açıqdır. Daxili mühitdə rənglər daha önəmlidir, xarici mühitdə isə yalnız
yaşıl rəng olmalıdır. Yanlış fikirdir. Yanlış Xarici fikirdir. mühitdə transformasiya yalnız idman avadanlıqlarının yerini dəyişməklə məhdudlaşır. Bu da yanlış fikirdir. Daxili mühit müəllim tərəfindən, xarici mühit isə yalnız bağban Bu tərəfindən tamamilə yanlış. məhduddur. Bu da yanlış fikirdir. Deməli, düzgün cavab B B variantı. variantı. Aha, Deməli, 17. Verilən görüşə ilə bağlı yanlış bir fikri müəyyənləşdirin. Deməli, mən biraz bir də saniyə qaldırım. Bir dəqiqə. İnşallah qalsın. Aha, buyurun. 17-ni deyirdiniz, düzdür? Hə, 17. Deməli, yanlış fikri deyir burada. Deməli, bu nə güşəsidir ilk öncə onu deyək. Oxu, mənim elm görüşəsidir. Nəyə görə elm güşəsidir? Kitablar olsa belə Çünki burada kəşf eləyir, burada eksperimentlər aparır, lupa Aha. var, Lupa var, burada müxtəlif heyvanlar var ki, yəni təbiət materialları var. təbiət bulud var. materialları var. Onlar eyni Aha. gedir də təbiətlə elm görüşəsi eyni gedir. Aha. Deməli, A variantı obyekt və hadisələrin fiziki keyfiyyətləri haqqında təsəvvürlərin inkişafı, B barmaqların toxunma həssaslığının inkişafı, C bədii təsvir fəaliyyət prosesində emosional münasibət və parlaq ifadəli obrazlar yaratmaq arzusunu tərbiyə etmək, elementar riyazi təsəvvürlərin formalaşdırılması, əşyaların forması, ayda mən zəng gəldi, əşyaların forma ölçüsü, həcmi, miqdarı, vaxtı, səbəbi və nəticəsi haqqında təsəvvürlərin formalaşması. Bunlardan indi biz hansı səhvdir, yəni hansı elm güşəsinə aid deyil. Obyekt və hadisələrin fiziki keyfiyyətləri haqqında təsəvvürlərin inkişafı aid olar yoxsa olmaz? Obyekt, yəni olar. Olar, düzdür. B variantına baxaq. Barmaqların. Ayda, mən bir də zəng gəlir, gedir. Hə, barmaqların toxunma həssaslığının inkişafı bu səhvdir müəllimə. Niyə? Bu da olar mənim. Düzdür. Yəni kiçik motorik uşaqlar kəşf edərkən, lupa ilə baxarkən və yaxud da nəyin üzərində tədqiqat apararkən əlləri ilə toxunaraq öyrənir. Yəni həssaslığı inkişaf edə bilər. C variantı nə deyir? Bədii təsvir fəaliyyət prosesində emosional münasibət və parlaq ifadəli obrazlar yaratmaq, arzusunu tərbiyə etmək. Bədii təsvir rəsmdir müəllimə bu. Bu aid deyil. Deməli, bu C variantı aid deyil. Çünki C variantındakı fikir hansı güşəyə aiddir? Mənə bu təsviri fəaliyyət. Təsviri fəaliyyət, ümumiyyətlə bədii təsviri fəaliyyətdən söhbət gedirsə, bu təsviri fəaliyyət güşəsinə aiddir. Ona görə də bunu elm güşəsinə aid edə bilmərik. Amma bu riyaziyyat aiddir, bu düz variantdır. Aha, riyazi təsəvvürlər formalaşdırıla bilər, elementar və əşyaların forması, ölçüsü, miqdarı, vaxtı, nəticəsi. Bunlar hamısı riyaziyyat aiddir, elmə aiddir. Bu da elmə aid ola bilər. Başqa müəllimə varmı test oxumaq istəyən, oxumayan daha doğrusu? Dilarə müəllimə burdadır deyəsən. Aha, Dilarə müəllimə siz oxuyun 18-ci testi. Salam müəllimə. Salam, axşamınız xeyir olsun. 18-ə baxaq. Tam yuxarı qaldıracağam. Hə, 18 burada. Tərbiyyətin Təhsilləndirici mühitdən söhbət gedir. Aha. 18-ində təhsilləndirici mühit uşaqların fiziki və psixi sağlamlığının qorunması və möhkəmləndirilməsinə verdiyi təlimatlardan biri yanlışdır. Burada soruşur ki, təhsilləndirici mühitin uşaqların fiziki və psixi sağlamlığının qorunmasına, möhkəmləndirməsinə verdiyi təminatlardan biri yanlışdır. Yəni, bu variantlardan biri yanlışdır. Baxaq variantlara. Uşaqların emosional rifahını təmin edir. Pedaqoji işçilərin peşəkar inkişafına kömək edir. Dəyişən variant məktəbəqədər təhsil üçün şərait yaradır. Məktəbəqədər təhsilin qapalı şəkildə inkişafını təmin edir. Valideynlərin təhsil fəaliyyətinin iştirakına şərait yaradır. İndi hansı variant səhvdir? Yəni, təhsilləndirici mühit bunlardan hansını edə bilməz, hansına şərait yarada bilməz? Şərait. E bəndi. Yox, mənim D variantıdır. D variantı. Niyə görə? Qapalı şəkildə olanlar. Açıq şəkildə olanlar. Təhsilləndirici mühitdən söhbət gedirsə, məktəbəqədər təhsilin açıq şəkildə inkişafını təmin etməlidir. Qapalı şəkildə inkişaf olmamalıdır. E variantı düzgündür, çünki valideynləri də təhsil fəaliyyətində imkan yaratmalıyıq. Valideynlərlə əməkdaşlıq mövzusunda keçmişdik ki, valideynlərlə əməkdaşlıq etməliyik biz. 19-a baxaq. Zaman mühitin uşağın emosional təhlükəsizliyinə təsiri baxımından hansı yanaşma ən effektivdir? Gün rejiminin hər gün tamamilə dəyişməsi və uşağın sürprizlə qarşılaşması. İndi bax Dilarə müəllimə, deyin görün bu variant düzdür yoxsa səhvdir? Gün rejimini deyir. Müəllimə, baxın yerdən cavab verməyin ki, görək indi buradakı səhvi tuta bilirmi müəlliməm? Gün rejiminin hər gün tamamilə dəyişdirilməsi və uşağın sürprizlərlə qarşılaşması. Hə, bu düzdür. Bunu oxumamışam, heç yadım bilmirəm. İndi siz mənə deyin Dilarə müəllimə, gün rejimi dəyişilə bilərmi? Olmaz. Dəyişmək olmaz. Gün rejimi dəyişilməzdir. Aha.
Gün rejimi dəyişilməzdir. Amma bu variantda deyir ki, Bu gün da rejiminin səhvdir hər də, gün dəyişmək tamamilə lazımdır. dəyişdirilməsi və uşağın sürprizlərə Dəyişməsin. qatılır. Yəni heç bir şeydən asılı olmadan, istəyir tədbir, istəyir bayram, istəyir nə olursa olsun, gün rejimi dəyişilmir. Heç vaxt dəyişilmir. Bir dənə nə vaxt biz gün rejimini dəyişə bilirik? Hava çox Hava şaxtalı olduğu vaxt biz uşaqları gəzintiyə çıxartmaya bilərik. Külək Çox küləkli, bir də güclü çox olanda. Yəni şaxtalı bir də olduğu vaxt. küləyin gücü var. O Aha. gücünə Sürətli əsasən. külək, çox sürətli külək var ki, saniyədə indi dəqiq 5 kilometrə, 15 kilometrə keçən külək olursa, bir də Hə, çox şaxtalı hava olur ki, bu vaxtda gəzintini başqa bir şeylə, qurxun Təxminən. otağındakı hər hansısa bir təbii. fəaliyyətlə əvəzləyirik. Amma qalan heç vaxt gün rejimi dəyişilmir. Tədbir, bayram heç nə dəyişə Heç bilməz. bir şey. Aha, birini oxuyaq. Rejimin sərt və dəqiqlərlə bölünmüş Dəqiqələrə bölmüş olması. olması Aha. uşağın fəaliyyəti bitirməsindən asılı olmayaraq növbəti mərhələyə keçirməsi. Rejimin sərt və dəqiqələrə bölünmüş olması uşağın fəaliyyətini asılı olmayaraq növbəti mərhələyə keçməsi. Mən bu da düz deyil. Düz deyil. Nəyə görə düz deyil? Deyir ki, rejim sərt və dəqiqələrə bölünmüş olmalı. Yəni burada körpə uşaqlardan söhbət gedirsə, onlar hər hansısa bir fəaliyyəti yerinə yetirəndə, ola bilər ki, 3 dəqiqə, 5 dəqiqə geciksinlər, gec yerinə yetirsinlər. Amma burada deyir ki, sərt və dəqiqələrə bölünmüş olmalıdır. Uşaq fəaliyyəti bitirdi, bitirmədi deyir. Ürün növbəti mərhələyə keçməliyik. Yəni deyirik ki, biz uşağa mənə maraqlı deyil, sənin fəaliyyətini bitirdin, bitirmədin. Mənim dəqiqəm tamam oldu, mən ürün növbəti mərhələyə keçməliyəm. Belə bir şey yoxdur. Biz uşağa vaxt verməliyik, əlavə vaxt verməliyik. 1 dəqiqə, 2 dəqiqə bu demir təbii ki, 10 dəqiqə, 15 dəqiqə rejimi tamamilə poza bilmərik. Amma təbii ki, biz gözləməliyik ki, uşaq fəaliyyətinə keçsin. Təsəvvür edin, uşaq deyir ki, mən bir damcı qalmışam, bunun burasında rəngliyini verin. Biz deyir ki, yo, mənim vaxtım tamam oldu, sən bunu yekunlaşdırmalısan. Sizcə bu doğru fikir olar? Xeyr. Təbii ki, yox. Aha, Bu da bu da vizual səhv fikirdir. Vizual cədvəllərdən, aha. istifadə edərək keçidlərin uşağa öncədən xəbər verilməsi və fəaliyyəti tamamlamaq üçün çevik zaman saxlanılması. Zamanı saxlanılması. Keçidlərin uşağa öncədən xəbər verilməsi və fəaliyyəti tamamlamaq üçün çevik zamanı saxlanılması. Bu da səhvdir məncə müəllimə. Nəyə görə? Baxın, bizdən soruşduq Öncədən ki, xəbər verirlər. zaman mühiti deyir, uşağın emosional təhlükəsizliyinə təsiri baxımından hansı yanaşma ən effektivdir? Deməli, gün rejimini deyir, tamamilə dəyişməliyik, səhvdir. Rejimi sərt dəqiqələrlə etməliyik ki, uşaq fəaliyyəti bitirdi, bitirmədi, mən növbəti mərhələyə keçirəm, bu ola bilməz. Amma deyir, vizual cədvəllərdən istifadə edək, hansı ki, məsələn, bizim rejimimizi belə şəkillərlə göstərə bilərik ki, uşağa, bax, bu fəaliyyəti bitirəndən sonra biz hansı fəaliyyətə keçirəcəyik? Bunu şəkillərlə uşağa göstəririk, bu keçidləri və öncədən xəbərdarlıq edirik. Və uşağın fəaliyyəti bitirməyi üçün, yəni çevik zamanı saxlanılması. Ola bilər ki, uşaq 1 dəqiqə, 2 dəqiqə gecikdi. Yəni biz onu nəzərə almalıyıq ki, o 1 dəqiqə, 2 dəqiqə geciksə, mən onun son zamanını saxlaya bilim. Əslində deməli doğru cavab C variantıdır. D variantda deyir, zamanın idarə edilməsinin tamamilə uşağın ixtiyarına buraxılması. Bu səhv fikirdir. Bəlkə uşaq deyəcək elə mən yarım saata çəkib bitirəcəm və yaxud da 1 saat burada oynayacağam. Belə bir şey mümkün deyil. Tamamilə uşağın ixtiyarına buraxıla bilməz. Gün ərzində yalnız aktiv fəaliyyətlərin planlaşdırılması, istirahət zamanının ləğv edilməsi. Bu da yanlış fikirdir ki, istirahət zamanı ləğv edilə bilməz. Məsələn, istirahət zamanı deyəndə yuxu zamanı ola bilər, hər hansısa bir sərbəst fəaliyyət zamanı ola bilər ki, yəni bu da ləğv edilməməlidir. 20-yə baxaq. Mühitin informasiya verici funksiyasının daxili məkanda ən doğru tətbiqi hansı bənddə göstərilir? Deməli, burada biz nə axtarırıq? Mühitin informasiya verici funksiyasına. Ki, mühit necə informasiya verici funksiyada nə deməkdir? Oradakı bütün materialların məlumat xarakteri daşıması, bir informasiya materialı daşıması ki, bütün avadanlıq material informasiya funksiyası daşımalıdır. Uşağa məlumat ötürməlidir. A variantında deyir. Divarlarda. Davam edeyim müəllimə. Oxu da. Dilarə müəllimə, oxuya bilirsiniz A variantı. Aynen, bağışlayın, getdi. Aha, set getmiş. Deyib yox müəllimə, davam edeyim. Divarlarda yalnız müəllim hazırladığı qaydalar siyahısının asılması. Yalnız müəllim siyahısının asılması. Dilarə müəllimə, bildik də informasiya verici funksiya nə deməkdir? Materiallar məlumat xarakterli olmalıdır. Yəni uşağa bir məlumat ötürməlidir istifadə etdiyimiz materiallar. Və biz burada hansını axtarırıq? Doğru variantı axtarırıq. A variantda deyir, divarlarda yalnız müəllimin hazırladığı qaydalar asılmalıdır. Bu düzgün variant ola bilər? Yox, biz asmırıq axı elə şey. Əslində asırıq, amma sadəcə müəllimin hazırladığı qaydaları yox. Qaydaları biz necə hazırlayırdıq? Qaydaları keçəndə demişdik. Kimlə bərabər hazırlayırdıq? Uşaqlarla. Uşaqlarla bərabər. Yalnız müəllimin hazırladığı qaydaların siyahısı asılmamalıdır. Uşaqlarla bərabər hazırladığımız qaydalar şəkillər şəklində divardan asıla bilər. B variantında deyir.
Köşələrdəki materialları uşaqların hansı fəaliyyəti, məsələn, rəngləmə, qurmaq, ölçmək, icra edəcəyi barədə vizual və praktik mesajlar verilməsi. Bu ola bilər. Aha. Hı. Düzdür. Yəni ki, biz güşələrdəki Bəli. materiallar artıq məlumat verə bilərik ki, məsələn, bu materiallardan nə üçün istifadə edirik? Uşaq rəngləmək üçünmü istifadə edəcək, nəyisə ölçmək üçünmü, qurmaq üçünmü? Yəni vizual və praktik mesajlar verən, deməli, materiallar təqdim oluna bilər. Düzdür, bu informasiya vericidir. C-yə baxaq. Bağçanın dəhlizində yalnız valideynlər üçün elanlar yerləşdirilməsi. Düzgün fikirdir bu. Necə yox? Yox, təbii ki. Yəni bizim burada valideynlər deyil əsas məqsədimiz. İnformasiya edici mühit, yəni informasiya verici funksiya uşaqlara aid olmalıdır. Uşaqların bütün sualları yalnız müəllim şahid cavablandırması. Bu da səhvdir. Səhvdir, şifahi yox, göstərməlidir materiallardan istifadə edərək. Əsaslar məlumat xarakterli kitabların uşaqların satmayacağını hündürlükdə. Ha, burada üzrlü sayın səhv Bu da yazmış. səhvdir. Hündürlükdə Məhəmməd olmalıdır. B Satan bəndi, B olmalıdır. bəndimiz oldu. Deməli, burada düzgün cavab oldu Əlçatmaz. B variantı. Burada səhvdir. Otaqdakı məlumat xarakterli kitabların uşaqların çatmayacağı hündürlükdə olması. Bu yanlış Evet. fikirdir. Əksinə, əli çatan yerdə olmalıdır. Ümumiyyətlə biz deyirik ki, olmalıdır. bütün materiallar, güşədəki bütün materiallar uşaqlar üçün əl çatan məsafədə qoyulmalıdır. Deməli, burada düzgün cavab oldu B variantı ki, güşələrdəki materiallar uşağa hansısa, hər hansı bir fəaliyyəti necə yerinə yetirəcəyi haqqında, necə icra edəcəyi barədə vizual, praktik mesajlar verməlidir. Elə bu da özü məlumat, informasiya ötürmək deməkdir. Yaxşı müəllimələr, testin qalanını da göndərəcəm. İşləyərsiz özünüz üçün də.